Salam, hər vaxtınız xeyir olsun. Bugün 2026-cı il 10 may tarixində keçirilmiş DIM sınaq imtahanının izahına baxırıq. Birinci sual. Hansı mülahizələr səhvdir? Bütün xordallarda ürəyə rast gəlinir fikri yanlışdır, çünki neştərçənin ürəyi yoxdur. Xanı balığında cüt üzgəclərin sayı 4 ədəddir, tək üzgəclərin sayı da 4 ədəd olduğuna görə bu fikir doğrudur. Göl qurbağasının ontogenezi zaman əvvəlcə arxa, yəni bot hissəsi əmələ gəlmiş olur, sonra ön ətraflarının sümükləri, yəni said və bazu hissələri, bazu və said hissələri əmələ gəlmiş olur. Bu fikir doğrudur. Həm zolaqlı kərtənkələnin, həm də göl qurbağasının beyinciyində şırım və qırışlara rast gəlinir. Biz bilirik ki, bu quşlarda belə olmalı idi. Dördüncü yanlışdır. Zolaqlı kərtənkələnin ön ətraf qurşağındakı sümüklərin sayı 6 ədəddir. Bildiyimiz kimi 2 kürək, 2 körpücük, 2 qarğa sümüyü. Göl qurbağasının çiyin qurşağında isə 7 ədəddir. Çünki 2 körpücük, 2 kürək, 2 qarğa sümüyündən əlavə olaraq bir dənə də döş sümüyü daxildir. Və zolaqlı kərtənkələdə 6 olduğuna görə, göl qurbağasında 7 olduğuna görə sayı azdır. Bu fikir də doğrudur. Deməli, 1, 4 yanlış cavabdır. Cavabımız A variantı olacaq. Qısa bir müddət ərzində antropogen təsir nəticəsində göldə olan bütün eukariot prosentlər məhv olmuşdur. Həmin göldə ilk növbədə hansı maddənin miqdarı azalar? Təbii ki, eukariot prosent dedikdə avtotrof yolla qidalanan canlılar, nüvəli canlılar nəzərdə tutulmuş olur. Onların da məhv olması fotosintezin prosesinin yox olması deməkdir və nəticədə karbon qazının alınıb, azaldılıb, oksigenin artırılmasının qarşısı alınmaq deməkdir. Yəni, oksigenin miqdarı azalmış olacaq. Uyğunluğu müəyyən edin. Bilirik ki, quduzotu xaççiçəklər fəsləsinə aiddir. Ona görə də ikiləpəli bitkilərə aid edərik və çiçəklində 6 erkəkcik var. Petuniya badımcan çiçəklilərin dekorativ bitkilərinə aiddir. Petuniyanı ikiləpəli bitki kimi götürərik və petuniyanı ikinci meyvəsi qutucuq meyvədir kimi götürərik. Sonra gəlirik C, çöl xardalı. Çöl xardalı həm ikiləpəli bitkidir, həm də xaççiçəklər fəsləsinə aid olduğuna görə çiçəyində 6 erkəkciyi vardır. 3-ə gedəcək C. Baxıram deyə sarımsaq. Sarımsaq zambaqlara aiddir, meyvəsi qutucuq meyvədir. Ona görə də meyvəsi qutucuq meyvədir, çiçəklərində 6 erkəkcik var, çünki zambaqlarda da 6 erkəkcik var, gedəcək 1-ə. Qaldı Y tütün. Tütün qutucuq meyvədir və ikiləpəlilərə aid olduğuna görə gedəcək B-nin yanına, yəni ikinci yerə. 1D, 2BY, 3AC. Cavab B variantıdır. Sxema əsasən doğru kəsişmələri müəyyən edin. Fərdi seçmə bilirik ki, öz-özünə tozlanan bitkilərdə aparılmış olur. Lazımi əlamətlərin möhkəmlənməsini təmin etmiş olur. Resessiv mutasiyaların üzə çıxması ehtimalını azaldır fikri yanlışdır, əksinə artırır. İki evli bitkilərə tətbiq olunur. Xeyr, iki evli bitkilər çarpaz yolla tozlandığına görə doğru deyildir. Çünki fərdi seçmə öz-özünə tozlanan bitkilərə tətbiq edilir. İkicinsli çiçəkləri olan bitkilərə tətbiq olunur fikri doğrudur. Yəni, üçüncü doğrudur. Sağ xətlərin alınması ilə nəticələnə bilər fikri də doğrudur. 2-3 cavabımız C variantı olacaq. İnsanda irsi xəstəliklər hansı hüceyrələrlə nəsli ötürülür? Təbii ki, qametlər vasitəsilə, yəni cinsi hüceyrələr vasitəsilə ötürülür. Uyğunluğu müəyyən edin. Bədən temperaturu görürük ki, birinci sabit bədən temperaturu olmayan növlər aiddir. İkincidə yüksək temperaturlu və sabit bədən temperaturuna aid olan quşlar aiddir. 3-də isə nisbətən bədən temperaturu bilirik ki, quşlarda 42-43 dərəcəyə qədər temperatur olur. Məməlilərdə 36 dərəcə, 37 dərəcə olduğuna görə ondan nisbətən aşağıda verilir. Ona görə 3-də məməli, 2-də quş, 1-də isə balıq, suda qurda yaşayan və sürünənlər ola bilər. Gəlin indi variantlardan onu qeyd edəyim. Baxırıq ki, beyinciyi yalnız qırışlıdır. Təbii ki, bu quşlara getmiş olacaq. Y-də görürük ki, daha doğrusu C-də görürük ki, sürünənlər sinifinin baş beyini göstərilmişdir. A-da balıqların və Y-də məməlilər və D-də gedəcək burada, yəni suda qurda yaşayanlara aiddir. Birinciyə gedəcək A, C, D, 2-yə gedəcək B, 3-ə Y gedəcək. Cavabımız 1A, C, D, A variantına uyğundur.
Buğdanın dən meyvəsində qida maddələri endospermdən rüşeymə birbaşa nə vasitəsilə daxil olur? Bilirik ki, ləpə yarpağı vasitəsilə daxil olmuş olacaq. Formalaşmış nüvəsi olmayan canlılara aiddir. Yəni bakteriyalara aid olan fikirləri götürəcək. Parazit formaları intoksikasiyaya, yəni zəhərlənmələrə səbəb olan maddələr ifraz edir fikri doğrudur. Hüceyrələrində membransız orqanoida rast gəlinmir deyir. Bəs ribosomlar biz bilirik ki, bakteriyalardan var, ona görə bu fikir yanlışdır. Bəzi hallarda antibiotiklərə davamlı formalar meydana çıxır. Bəli, biz əgər antibiotiklərdən doğru dürüst şəkildə istifadə etməsək, bu zaman mutasiyaya uğrayaraq daha davamlı formalar meydana çıxmış olur. Bir çoxlarının patogenliyi epiteli hüceyrələrinə daxil olmaqla əlaqədardır. Fikri doğrudur. Bütün parazit növlərində xarici membran səthi strukturlarının tərkibi eynidir. Fikri yanlışdır. Deməli, düzgün cavablarımız 1, 3, 4 və cavabımız D variantıdır. İnsanda görmə siniri gözün hansı qişasından başlanğıc götürür? Torlu qişadan başlanğıc götürür. Çünki orada çöpçüklər, qolbacıqlar alınmış qıcığı sinir impulsuna çevirmiş olur. Və onun çıxdığı yer təbii ki, o həmin hissədə, hansı ki görmə sinirinin çıxdığı hissədə reseptorlar olmur. Həmin hissə kor ləkə adlanmış olur. Demək ki, bura işıq şüalarını sinir impulsuna çevirən torlu qişadır və tor ləkə adlanmış olur. Cavabımız C variantı olacaq. 10-cu sualda şəklə baxdıqda görürük ki, hərəkət verici seçmə göstərilmişdir. Bir vəziyyətdən artıq digər vəziyyətə doğru keçmişdir. Təbii seçmənin sxemdə göstərilən formasına aid olanları müəyyən edin. Populyasiya üçün səciyyəvi olan əlamətin orta göstəricinə malik fərdlərin kənar edilməsi fikri doğrudur. Populyasiyanın fərdlər arasında böyük oxşarlığın müşahidə edilməsi fikri yanlışdır ki, bu stabilləşdirici seçməyə aiddir. Xarici mühitin dəyişən şəraitində yeni əlamətlərin əmələ gəlməsi fikri doğrudur. Az və ya çox dərəcədə sabit şəraitdə populyasiyaların bir çox illər ərzində dəyişməz qalması stabilləşdirici seçməyə aiddir. İri sənaye zavodlarında kəpənəklərin tünd rəngli formalarının açıq rəngli formaları sıxışdırması hərəkət verici seçməyə aiddir. Fırtına zamanı İngiltərədə uzun və qısa qanadlı sərçələrin məhv olması və orta qanadlarının salamat qalması stabilləşdirici seçməyə aiddir. Cavabımız olacaq 1, 3, 5, cavab C variantı. İnsanın ağciyər qovuşçularında qazlar mübadiləsi zamanı aşağıdakılardan hansı baş verməz? Təbii ki, oksigen diffuziya yolu ilə qan plazmasına keçəcək və hemoqlobinlə birləşərək oksihemoqlobin əmələ gətirəcək. Karbon qavısı diffuziya yolu ilə ağciyər qovuşçularına keçəcək ki, ağciyərlərdən hava vasitəsilə kənarlaşdırılsın. Venoz qan arterial qana çevriləcək təbii ki. Qanda oksigenin qatlığı artmağa başlayacaq, doğrudur. Ağciyər qovuşçularında oksigenin qatlığı artmaz. Əksinə, ağciyər qovuqlarından oksigen qan kapilyarlarına keçər. Karbon qazı isə ağciyər qovuşçularında qatlığı artar. Yəni cavabımız Y variantıdır. Qrafikdə diploid şəkli bitkidə spermlər rüşeym kisəsinə daxil olduqdan sonra yalnız ana bitkinin irsi əlamətlərini daşıyan hüceyrələrin sayının zamana görə dəyişməsi göstərmişdir. Onsuz da bilirik ki, yəni burada deyir ki, spermləri saymamaq şərti ilə ancaq ananın irsi məlumatlarını daşıyan hüceyrələrin sayını nəzərə almalıyıq. Biz onsuz da bilirik ki, bir mərkəzi hüceyrə, bir yumurta hüceyrə və 5 dənə kənar hüceyrə olmaqla rüşeym kisəsinin içərisində ananın irsi məlumatını daşıyan hüceyrələr olur. Əlavə olaraq atadan 2 dənə spermi gəlmiş olur ki, biz indi onu saymayacağıq. Və verilənlərə əsasən uyğunluğu müəyyən edin. Əvvəlcə xromosom dəsti haploid olan hüceyrə mayalanmışdır. Onsuz da biz bilirik ki, 2 qat mayalanma gedəndə birinci haploid xromosom dəsti olan yumurta hüceyrə mayalanır. Sonra isə mərkəzi hüceyrə mayalanaraq endosperm əmələ gətirmiş olur. Vegetativ hüceyrə isə rüşeym kisəsinə daxil olmamışdır deyə qeyd edir. İndi baxaq. 0T1 intervalı və T1-T2 zaman intervalı. Rüşeym kisəsində diploid xromosom dəstinə malik bir hüceyrə vardır. Təbii ki, bu mərkəzi hüceyrədən söhbət gedir, hələ mayalanma getməmişdir. Ona görə də 0T1 zaman intervalına uyğun gələcək. Rüşeym kisəsində haploid xromosom dəstinə malik 8 hüceyrə vardır. Bilirik ki, əgər sırf olaraq ananın irsi xüsusiyyətini daşıyan hüceyrə, belə deyək, yəni 7 dənə idisə, onun bir dənəsi diploid mərkəzi hüceyrə idi.
6 dənəsi isə haploid idi. Üstünə gəl də spermidə 2 dənə haploid olanda cəmisi 8 dənəsi haploid xromosom dəstinə malik olur. Burada hələ mayalanmanın getmədiyini bildirmiş olur. Zigot əmələ gəlirsə artıq T1, T2 intervalında baş verəcək. Şeym kisəsində diploid xromosom dəstinə malik 2 hüceyrə var. Yəni biri mərkəzi hüceyrədir diploid, biri də mayalanma getdi deyə rüşeym olacaq. Yəni bu da ikinci mərhələdə olacaq. Şeym kisəsində həm ata, həm də ana bitkinin irsi əlamətlərini daşıyan bir hüceyrə var ki, o da zigotdur. Bayaqdan dedik ki, T1, T2 intervalına uyğundur. O zaman 12-də cavabımıza baxaq. 1AB, 2CD cavabımız A variantı olar. X və Y üçün X nədir? Təbii ki, X-i şəkildə düzdür, qaranlıqdır. X-də və belə deyək də floema və Y-də isə ötürücü ksilema borularının olduğunu düşünürəm. Və liflər əmələ gətiriblər. Hər ikisi üçün ümumi olana baxaq. Yəni burada hər iki boru göstərilibdir. Biri floema boruları, digəri isə ksilema boruları göstərilibdir ki, Y-də ksilema borular, X-də isə floema boruları olduğunu düşünürəm. Liflər əmələ gətirirlər. Yanlışdır. Floemada mövcuddurlar. Floema boruları qabığın floema qatında mövcuddur. Ksilema boruları isə oduncaq qatında mövcuddur. Hüceyrələr ölüdür. Bilirsiniz ki, ksilema borularına aiddir. Yarpağın damarlarına daxildir. Bu fikir doğrudur. Bilirik ki, yarpaq damarları borulu lifli damar dəstidir. Onun içərisində həm lif var, həm floema boruları var, həm də ki, ksilema boruları var. Bilirik ki, ələyə bənzər borunu tapmaq üçün baxırıq ki, onların araları ələk kimi dəlmə deşik olur. Amma ksilema borularında isə divar qalınlaşmış olur, ara kəsmələri isə tamamilə olmamış olur. 14. Sxemə əsasən doğru kəsişmələri müəyyən edin. Qaraciyər sorusu haqqında danışılır. Və baxırıq ki, qaraciyər sorusundan əsas sahibi manti boşluğuna malik olur. Biz bilirik ki, qaraciyər sorusunun aralıq sahibi bu şəkildədir. Ona görə burada 1 yanlışdır. Aralıq sahibinin bədəninə daxil olan sürfə bilavasitə əsas sahibinin bədənində əmələ gəlir. Fikri yanlışdır. Çünki yumurtanın mütləq suya düşməsi lazım idi. Hansı ki, əsas sahibdən xaric olurdu. O yumurta hüceyrədə suya düşdükdə ondan kirpikli sürfə meydana çıxırdı ki, aralıq sahibinin bədəninə kirpikli sürfə daxil olmuş olurdu. Əsas sahibi ikinci siqnal sisteminə malik ola bilər, yəni insan ola bilər. 3 doğrudur. Əsas sahibinin bədəninə daxil olduğu inkişaf mərhələsi aralıq sahibinin bədənindən kənarda əmələ gəlir. Bəli, əsas sahibinin bədəninə biz bilirik ki, sista mərhələsində keçmiş olur və aralıq sahibi quyruqlu sürfə mərhələsində tərk etdikdən sonra suyun ətrafındakı otların üzərinə yapışır və orada sistalaşmış olur. Yəni, bu aralıq sahibdən kənarda yaranmış olur. Ona görə 4 də doğrudur. 3, 4 cavabımız E variantı olacaq. Yaşıl quş mamırının inkişafının hansı mərhələlərində diploid xromosom dəstinə malik hüceyrələr ola bilər? Biz bilirik ki, yaşıl quş mamırının yetkin fərdə haploid xromosom dəstinə malikdir. Qametləri həmçinin proteineması haploid xromosom dəstli spordan əmələ gəldiyinə görə o da haploid olacaq. Zigot, ata və ana qametlərinin birləşməsindən dişi bitkin üzərində yaranır və keyin xromosom dəstinə malik olur. Zigotdan isə diploid ayaqcıq və diploid qutucuq yaranmış olur. Buna əsasən də bizə diploid xromosom dəsti olanları istəyir. 3 və 4 cavabımız C variantı olacaq. Döş qəfəsi 31, 37, 40 sümükdən ibarət 3 müxtəlif məməli heyvanda cəmi neçə qabırğa olar? Biz bilirik ki, döş qəfəsinin hesablanma düsturu bir dənə döş sümüyü plus x qədər döş fəqərəsi plus 2x qədər döş belə deyək, qabırğalar kimi hesablayırıq. Əgər 31-dən 1 çıxdıqda ümumi döş qəfəsi və qabırğanın sayının cəmi 3x bərabərdir 30 olar. X bərabərdir 10-dur. Qabırğa birincidə 20-yə bərabər olar. İkincidə 37-dən çıxarıq 1 bərabərdir 36 bölərik 3-ə bərabərdir 12. 12-ni də 2-yə vurduqda 24 olar. Yəni ikincidə qabırğa sayı 24-ə bərabər olar. 40-dan çıxarıq 1 bərabərdir 39. 39-u bölərik 3-ə 13. 13-i 2-yə vurduqda bərabərdir 26 dənə qabırğa olar. Yəni 40 dənəlidə isə 26 dənə qabırğa olacaq. 26, 24 və 20. Baxırıq ki, cavabımız 26, 24, 50 və 20, 70 olacaq. Yəni cavabımız Y variantıdır.
17-ci suala baxırıq. Cədvəldə insanın müvafiq vəzlərinin funksiyaları verilmişdir. Qrafiklərdə T-anından sonraki dəyişmələrə səbəb olan hormonların düzgün göstərildiyi sıranı müəyyən edin. Yəni hamısına T-anından sonrasına baxacağıq. T-anından sonraya baxacağıq. Bu şəkildə. Qalxana bənzər vəzi və funksiyaları göstərilmişdir ki, qalxana bənzər vəzi qandakı kalsium miqdarını azaldır. Qalxana bənzər ətraf vəzi əksinə olaraq qanda kalsium miqdarını artırır. Məadaltı vəzi müvafiq hormonlardan biri qanda şəkəri miqdarını artırır, digəri isə azaldır. Börəküstü vəzi isə qanda şəkəri miqdarını artırır. Qalxana bənzər vəzinin verilmiş hormonu kalsitonindir. Qalxana bənzər ətraf vəzinin verilmiş hormonu hansı ki qanda kalsium miqdarını artırır, parat hormondur. Məadaltı vəzinin qanda şəkəri miqdarını artıran qlikagon, azaldan isə insulindir. Börəküstü vəzin isə qanda şəkəri miqdarını artıran adrenalindir. Baxaq, birincidə bizə göstərilib ki, qanda kalsiumun miqdarını get-gedə artırır. Qanda kalsium miqdarını artıran parat hormonu olacaq. Digər ikinciyə baxıram ki, qanda kalsium miqdarını, daha doğrusu glükoza miqdarını azaldır. Qanda glükoza miqdarını azaldan insulin olacaq. Sonra baxırıq ki, T-anından sonra qaraciyərdə glikogenin miqdarını azaldır. Qaraciyərdə əgər glikogeni azaldırsa, bu glükagondur. Yəni birinci parat hormon, ikinci insulin, üçüncü isə glikagon. Cavabımız 17-də C variantı. Xaçlı örümçək və kələm kəpənəyi birinci dərəcəli konsumentdir. Kələm kəpənəyi kələm proseslərlə qidalandığı üçün kitab şəkilli ağciyərlərə malikdir hörümçəklərdə və əqrəblərdə. Düzünə inkişaf edən canlıdır. Bilirik ki, xaçlı örümçəkdə birbaşa özünə oxşar fərdlər meydana çıxmış olur. İnkişafı tam çevrilmə yolu ilə gedir kələm kəpənəyində. İfrazat sistemi həzm sistemi ilə əlaqədardır. Hər ikisində də Malpighi borusu olduğuna görə boru şəkilli ürəyə malikdir hər ikisi. Kələm kəpənəyində boru şəkilli çox kameraldır. Xaçlı örümçəkdə isə sadəcə boru şəkillidir. Demək ki, 1-ə gedəcək 2, 3, 2-yə gedəcək 1, 4. Cavabımız D variantı olacaq. 19. F ilə işarələnmiş dişi homogametliyə, yəni dişi homogametdir. İki evli bitkinin endosperm hüceyrəsində cinsiyyət xromosomlar X, X-dırsa, deməli bu endospermin XXX olması onu bildirir ki, spermatozoid bunlarda X-dir. Axı biz bilirik, əgər dişisi XX-dırsa, onda onun erkəyi X, Y şəklində olacaq. Amma meyoz prosesi nəticəsində əmələ gəlmiş mikrosporların hamısı Y-dən əmələ gəlməyibdir, X-dan başlanğıc götürübdür. Və X-dan başlanğıc götürməsi nəticəsində spermatozoidlərin hamısı X xromosomlu olubdur. Bu zaman onsuz da yumurta hüceyrəmiz X xromosomuna malik olacaq və yumurta hüceyrənin spermatozoid birləşdikdə X xromosom dəstinə malik olacaq. Demək ki, bu bitkinin toxumlarından əmələ gələn bitki yalnız dişi bitkilərə malik olacaq və cavabımız 19-da Y variantı olacaq. 20-ci suala baxırıq. DNT-dən DNT reduplikasiya, DNT-dən məlumat RNT-si transkripsiya, məlumat RNT-sindən zolal isə transliyasiya verilmişdir. X-də baş verən dəyişikliklər mutasiyalara səbəb ola bilər. Fikri doğrudur. Bizdən yanlışı istəyir. Z-də peptid rabitə sayı artır. Təbii ki, zolal sintez olunursa peptid rabitə sayı artacaq. Hər üç prosesdə biopolimer əmələ gəlir. Bəli, birincidə DNT, ikincidə məlumat RNT-si, üçüncüdə isə zolal yaranmış olur. Hər üç prosesdə dezoksiribozanın miqdarında azalma müşahidə edilir. Fikri isə yanlışdır. Y-də 5 növ azotla 8 növ nukleotid iştirak edə bilər. Y-ə baxırıq ki, DNT ilə məlumat RNT olduğuna görə hər ikisinin 4 nukleotidi cəmi 8 növ nukleotid iştirak edir və adenin, timin, sitozin, urasil, guanin hamısı iştirak etdiyinə görə 5 növ azot əsası iştirak etmiş olacaq. Burada cavabımız D variantı olacaq. Sağlam insanın həzm kanalında baş verən aşağıdakı proseslər haqqında hansı müddəalar doğrudur? Biz bilirik ki, əgər ödü ifraz edirsə, söhbət qaraciyərdən gedir, Y orqanından isə lipaza sintez olunursa, burada mədə altı vəzdən söhbət gedir.
Baxırıq ki, A prosesi mexaniki parçalanmadır. B prosesi isə kimyəvi parçalanmanı göstərmiş olur. Və cavablardan baxaq. A prosesi ödün təsiri ilə yağın kimyəvi deyil, mexaniki olmalı idi. Hər iki proses həzm kanalının 12 barmaq bağırsaq şöbəsində gedir fikri doğrudur. K və Y axacaqlara malik həzm vəzləridir. Baxıram K və Y axacaqları, daha doğrusu X-dir. Bunu düzgün oxumadım. X və Y axacaqlara malik həzm vəzləridir. Hər ikisində mədalatın vəzi qarışıq sekresiya vəzidir, axacağı var. Qaraciyər isə axacağı, bəli, ümumiyyətlə xarici sekresiya vəzidir. Amma mədalatı vəzinin ferment ifraz edirsə, deməli axacağı olan hissəsindən danışılır. 3 də doğrudur. B prosesi A prosesindən fərqli olaraq həzm kanalının bütün şöbələrində gedir. Bizə deyir ki, kimyəvi həzm bütün həzm kanalının bütün şöbələri, məsələn, qida borusuna getmədiyinə görə bu fikir səhvdir. A prosesi, yəni mexanik həzm X orqanında, B prosesi isə Y orqanında gedir. Proseslər nə X-də, nə də Y-də getmir. Hər ikisi də 12 barmaq bağırsaqda gedir. Ona görə də cavabımız B variantı olmuş olacaq. 22-ci suala baxırıq. İnsan skeletində dik gəzməklə əlaqədar deyil. Aşağı ətraf qurşağının enli olması, döş qəfəsi, qurşaq enli olmalıdır ki, qarında olan bütün daxili orqanları öz üzərində gəzdirə bilsin. Döş qəfəsinin yanlara doğru genişlənməsi, bəli, dik yeriməklə əlaqədar olaraq ön hissəsindən, belə deyək də, yanlara doğru genişlənmişdir. Onurğanın S şəkilli əyriliyi, ayaq tağının əmələ gəlməsi, amma kəllənin beyin şöbəsinin böyük olması sinir sistemimizin yaxşı inkişaf etməsindən əlaqədardır. Sağlam qadın orqanizmində 28 günlük aybaşı siklini nəzərə alaraq C bölünsün, A çıxılsın, B ifadəsini hesablayın. Hamiləlik baş verməmişdir. A. Bir sikldə sarı cisim fazasının müddəti biz bilirik ki, 14 gün davam etmiş olur. Ovulyasiyanın baş verdiyi gün 14-dür. Qadının ontogenezində yetişə bilən minimum yumurta hüceyrələrinin sayı isə 350-500-ə bərabərdir. Minimum dediyinə görə 350 ilə götürürük. Və 350-ni bölərik 14-ə, çıxarıq 14-ü bərabərdir. 25-dən 14 çıxdıqda bərabərdir 11 edər. Paleozoikasının perm dövründə nələr baş vermişdir? Uçan onurğalılar yaranır. Uçan onurğalılar yurada yaranmışdır. Yırtıcı dişli sürünənlər yaranır. Doğrudur. Trilobitlərin nəsli kəsilir fikri doğrudur. Hörümçəklər daş kömürdə əmələ gəlmişdir. Hüşeym kökçüyü əmələ gətirən generativ orqan meydana çıxır. Toxum devonda yaranmışdır. Daş kömür meşələri yox olur. Doğrudan da perm dövründə baş verdi. 2, 3, 6 cavabımız elə cavabımız 2, 3, 6 olacaq. 25. Şəkildə orqanoidin xüsusiyyətlərini müəyyən edin. Şəkildə xloroplast göstərilmişdir. Tərkibində krislər var. Mitoxondriya aiddir. Monosaxaridlərin sintezində iştirak edir. Çünki glukoza qaranlıq mərhələdə əmələ gəlmiş olur. Tərkibində ribosomlar olduğuna görə özünün zülalını da özü sintez etmiş olur. Stromasında ribosomlar polisom əmələ gətirir 4-dən 40-a qədər. Prokaryotlarda və eukaryotlarda rast gəlinir. Fikri yanlışdır. Eukaryotlar üçün doğrudur. Prokaryotlarda isə membranlı orqanoidlərə rast gəlinmir. Hüceyrə tənəffüsündə iştirak edir mitoxondri. Bölünmə yolu ilə çoxala bilir. Çünki özünün DNT-si var. Ona görə də doğrudur. Cavabımız 2, 3, 6 olacaq. Doğru ifadələri müəyyən edin. Biz bilirik ki, adi ammöb sarkomastikoforlar tipinə aiddir və sarkodinlər sinifinə aiddir. Yaşıl evglena sarkomastikoforlar tipinə aiddir, amma qamçılılar sinifinə aiddir. İnfizorlar tipinə aiddir. Kirpikli infizorlar sinifinə aiddir. Yuxu xəstəliyinin törədicisi Y orqanizmlə eyni sinifə aiddir fikri doğrudur. Bilirik ki, yuxu xəstəliyinin törədicisi olan tripanosom yuxu xəstəliyi əmələ gətirir ki, sesiya milçəyi tərəfindən törədilir. Tripanosom da qamçılılar sinifinin nümayəndəsidir. Leishmaniya Z orqanizmlə eyni sinifə aiddir. Xeyr, leishmaniyanın özü də yuxu xəstəliyini törədən tripanosom kimi qamçılılar sinifinə aiddir. Bu fikir yanlışdır. Toksoplazma X və Y orqanizmləri ilə eyni tipin nümayəndəsidir.
Toksoplazma, toksoplazma bilirik ki, sporlar tipinin digər nümayəndəsidir. Sporlar tipinin koksidi kimlər? Bir də qriqorinlər adlı sinifləri var idi. Qriqorinlər sinifi ilə, yəni dərslikdə tanış olmuruq. Koksidi kimlər sinifinin toksoplazma növüdür. Ona görə də bu yanlışdır. X, Y, Z orqanizmlər 3 müxtəlif tipin nümayəndəsidir. Xeyr, X ilə Y eyni sarkomastik forlar tipinin nümayəndəsi, Z isə infizorlar tipinin nümayəndəsidir. Sonra baxıram, X və Y orqanizmlər 2 müxtəlif sinifin nümayəndəsidir. X-imiz sarkomastik forlar, Y-imiz isə sarkodinlər sinifi və digər isə qamçıllar sinifi olduğuna görə doğrudur. Cavabımız 1, 5 olacaq. X-in müasir nümayəndələrinin döş qəfəsinin 40 sümükdən ibarət olduğunu bilərək sxema əsasən uyğunluğu müəyyən edin. Biz bilirik ki, parapiteklərdən Dryopithek, orangutan və hibbonlar yaranıbdır. Əgər bizə X-in döş qəfəsində 40 sümük olduğunu deyirsə, deməli bura orangutan gedəcək. Biz bilirik ki, orangutanda insandakı kimi döş qəfəsi 37 sümükdən ibarətdir. X-a isə təbiidir ki, hibbon getmiş olacaq. Gorilla bura gedirsə, burada isə şimpanze olacaq. Yaxşı, indi baxırıq. X-a hibbon getdisə, B olacaq. Sonra Y-ə orangutan getdisə, C olacaq. Z-ə şimpanze getdisə, burada da D olacaq. Yəni birimiz B, 2, C, 3, D. Pasiyent həzm sistemi orqanlarının müayinəsi üçün həkimə müraciət edir. Həkim ilk olaraq tibb bacısından onun ağız suyunu sınaq şüşəsinə yığmasını istəyir. Pasiyentə televizorda səssiz qida reklamı göstərilir. Ağız suyu yığıldıqdan sonra A sınaq şüşəsinə əvvəlcə müəyyən miqdarda nişasta, müvafiq temperaturda saxladıqdan sonra isə yod məhlulu əlavə edilir. Deməli bir dənə sınaq şüşəsinin içərisinə ağız suyu, yəni reklamlara baxılaraq yığılır. Ondan sonra əvvəlcə müəyyən miqdarda nişasta tökülür bu hissəyə, daxil edilir nişasta. Və müvafiq bir temperaturda təsir göstərilir. Ondan sonra isə yod məhlulu əlavə edilmiş olur. Bu təcrübə nəticəsində həkim ağız suyunun tədqiq olunan fermentinin öz funksiyalarını lazımi səviyyədə yerinə yetirdiyini müəyyən edir. B sınaq şüşəsində isə lizosimin aktivliyini tədqiq edilir. Həkim qeyd edir ki, lizosimin aktivliyi normadadır. 28. Nəyə əsasən həkim A sınaq şüşəsi ilə bağlı nəticəyə gəldi? Cavabınızı əsaslandırıb yazın. Baxırıq ki, sınaq şüşəsinə ağız suyu tökdü və sonra nişastanı əlavə etdi. Müəyyən temperaturda bu prosesi apardı. Sonra yod məhlulu tökdükdə isə heç bir prosesin baş vermədiyini və öz funksiyasını yerinə yetirdiyi qənaətinə gəldi. Bunu necə bilir? Təbii ki, ağız suyu müəyyən temperaturda amilaza fermentləri öz funksiyasını yerinə yetirdikdə nişastanın sadə monomerlərə qlikozaya parçalanmış olur. Yod isə bilirik ki, nişasta əgər varsa həmin məhlulda onu tünd göy rəngə boyayır. Amilaza nişastanın hamısını monomer qlikozaya parçaladığına görə yodla orada heç bir reaksiya baş vermir. Tünd göy rəng əmələ gəlmədiyinə görə də həkim gözündən təyin etdikdə həmin fermentin normal şəkildə çalışdığını söyləmiş olur. 29. Həkim tərəfindən B sınaq şüşəsində tədqiq edilən maddə, hansı ki lizosim fermentdir, üzvü birləşmələrə aiddir. Bilirik ki, o ferment oldusa zulaldır. Bütün fermentlər zulaldır, amma bütün zulallar ferment deyil. Bu üzvü birləşmələr insan hüceyrəsinin həm dənəvər, endoplazmatik şəbəkəsində əmələ gəlmiş olur, həm ribosomlarında əmələ gəlmiş olur, həm də mitoxondrilərində əmələ gəlmiş olur. Belə baxsaq, dənəvər endoplazmatik şəbəkədə də, mitoxondridə də elə ribosomun hesabına yaranmış olur. Pasiyentə televizordakı reklam nə məqsəddə göstərmişdir? Ona görə ki, qaba ağız suyu yığılmalı idi ki, analiz edilsin. Bu zaman onda reflekslərin hansı qrupu müşahidə olundu? Təbii ki, gözü ilə baxır. Əgər ağız suyu ifraz olunursa, bu şərti refleksdir. Pasiyentin müayinəsi olunan orqanlar sisteminin fəaliyyətini tənzimləyən baş beyin şöbəsinin adını biz bilirik ki, insanın uzunsov beyində tənəffüs sistemidir, qan dövranı sistemidir. Bir də həzm sisteminin tənzimlənməsi uzunsov beyində getmiş olur. Yəni, üçüncü hissə isə uzunsov beyin qeyd etmiş olacağıq.